Bismillahirrahmanirrahim. Değerli izleyiciler, mübarək Ramazan ayındayıq. Allahın rəhmət ayında. Əvvəlki bəslərimizdə də orucluğun faydaları haqqında danışdıq. Bugün orucluğun digər faydası olan ilahi əmrlərin tanınması və onlara əməl olunması. Bu çox mühüm amillərdən biridir. Hər bir insan ki, seyr-i suluk halında ola, yəni həqqə doğru hərəkətdə ola, çalışa ki, qurb-i ilahiyə yetişə, o mənəviyyatın, kamalın yüksək nöqtəsinə çatmaq üçün bir sıra əmrləri, bir sıra hökmləri bilməlidir və onlara riayət eləməlidir. Bu hökmlərin əsasında ruhun təzkiyəsi, paklanması durur. Ağlın, belə deyək ki, hər cür mənfi təsirlərdən təmizlənməsi, paklanması, xali olması durur. Orucluq insanı bu mərhələyə gətirib çıxardır ki, o tək yemək və içməkdən çəkinməklə deyil, eyni zamanda orucluğun həqiqətini dərk eləyə, bütün vücudu ilə, bütün ruhu ilə oruc olmuş ola. Bu zamandadır ki, ilahi hökmlər gündəmə gəlir. Yəni Allah Təbarəkə və Teala hər bir insan üçün hansısa bir əmri veribsə, mütləq onun arxasında bir hikmətin durduğunu insan dərk eləməlidir. Ona görə də ruhun təzkiyəsinə böyük ehtiyac var ki, insan hökmlərin həqiqətini dərk eləmiş olsun. Əgər insan hər bir hökmün həqiqətini dərk etməmiş olsa, əgər insan ruhunu paklamamış olsa, əqlini hər cür nöqsanlardan xali etməmiş olsa, onda ilahi hökmlərin hikmətini dərk edə bilməyəcək, həqiqətini anlaya bilməyəcək. Onun orucu yalnız ac qalmaq, yalnız susuz qalmaqla kifayətlənəcək. Amma insan əgər ilahi həqiqətə çatmaq istəyirsə, ilk növbədə Allahın əmrlərinə deyək ki, yerinə yetirməli və qadağalarına riayət etməli və bunların mahiyyətini dərk etməlidir. Hər bir insan ilk növbədə hər bir çətinliyin ona ziyan olduğunu düşünür. Amma onun arxasındakı gözəlliyi dərk eləyə bilmir. Orucluq insanın batinini təmizləyəndən sonra, ruhunu təmizləyəndən sonradır ki, insan o həqiqətləri görür və onları dərk etməyə başlayır. Biz övliyaların həyatında bunu görürük. Görürük ki, onlar hansısa bir, belə deyək ki, nöqsanın onlardan uzaqlaşması üçün min bir əzaba qatlanırlar. Yazılarda övliyaların taleyində, həyatı haqqında yazılarda qeyd olunur ki, bir abidin otağına, hücrəsinə bir naməhrəm qadın gəlir. Buyurur ki, qalmağa yerim yoxdur. Gecənin qaranlığından, tənhalığından qorxuram. Bir gecəlik məni qonaq saxla. Baxın, çətinlik, imtihan burada başlayır. Və heç bir çarəsi olmayan bu abid həmən o qadını öz hücrəsinə dəvət eləyir. Axşam şeytan ona vəsvəsə eləyir. Şeytanın vəsvəsəsindən yaxa qurtarmaq üçün həmən bu kişi başlayır bir-bir öz barmaqlarını yandırmağa. Bir barmağını yandırır, ta onun göynəltisi, ağrısı gedəndən sonra o birisini yandırır. Ta eləcə sübhə qədər 10 barmağını yandırır. Bu barmağın ağrıları, bu barmağın sızıltıları onu səhərə qədər vəsvəsədən qoruyur. Şeytan vəsvəsələri, şeytanın ona etdiyi həmlə o ağrıların qarşısında məğlub olur. Sübh tezdən o qadını yola salır. Baxın, bu acılıq, bu əzab, bu əziyyət Allahın hökmünü tanımaqdan irəli gəlir. Bilir ki, onu ilə zina eləsə, hansı günahlara mürtəkib olacaq, hansı əzablar onu gözləyir. Məhz elə buna görə də o nəfsini islah eləmək üçün o xırda əzablara, keçici əzablara qatlaşır. Tayin ki, öz o sülük yolundan, ilahi
qurbətə doğru yaxınlaşmaq yolundan azmasın. Orucluq da insana verdiyi gün ərzindəki məhdud əziyyətlərdən sonra insanı bu cür belə deyək ki, gözəlliyə, mənəvi izzətə, əxlaqi rəzalətdən yaxa qurtarmağa səbəb olur. Və bununla da insan Allaha yaxınlaşmaq məqamını kəsb eləmiş olur. Vəssalamu aleykum və rəhmət.